10 aydır Tovuz Dövlət Sosial İqtisad Kollecinin direktoru Hicran Əyyubovanın qanunsuz əməllərindən və yaratılmaz işlərindən bütün aidiyyatı qurumlara, hətta Prezident İlham Əliyeva və Vitse-Prezident Mehriban xanım Əliyevaya şikayətlər etmişəm. Çox təəssüflər olsun ki, bu direktor haqqında heç bir tədbir görülmür və məndən soruşan yoxdur ki, bu şikayətlər nədir? Hörmətli Elçin müəllim, sizin kanalınızda Cənab Prezidentimizə və bütün qurumlara müraciət etmişəm. Çox təəssüflər. Cənab Prezident xalqımıza müraciət edir ki, məmurların negativ hərəkətlərindən siqnallar verin. Hörmətli Cənab Prezident, 10 aydır siqnallar verirəm, lakin çatmır ki, çatmır. Kollecin direktoru Hicran Əyyubovadan bütün müəllimlər, işçilər, tələbələr, xadimələr cana yığılıblar. Bu günlərdə qida ixtisasının 1-ci kurs tələbələri mənə zəng edib ki, hörmətli hakim müəllim, bizlərdən tələbə bileti və qiymət kitabçası üçün 10 manatdan pul yığırlar. Nəqliyyat ixtisasının 2-ci kurs tələbələri mənə bildirirlər ki, hüquq fəninin tədris edən Elnur müəllim dərsə gəlmir. Onun yerinə Elmura müəllim mühazirə oxuyur. Elnur müəllim sinifə girib bizi qorxudur ki, imtihanda sizi kəsəcək. Heç kim cınqırını da çıxartmasın. Elmura müəllim dərsini desin. Elmura müəllim ixtisası nəqliyyatdır. Onu da qeyd edim və dəfələrlə dediyim kimi, Elmura müəllimə Tovuz Dövlət Sosial İqtisad Kollecinin Həmkarlar Təşkilatının sədridir. Əri Elnur müəllim isə onun müavinidir. Belə qanunsuzluqlara direktor Hicran Əyyubova ona görə göz yumur ki, ər-arvad Həmkarlar Təşkilatının sədri və müavini onun dediklərini, yəni Hicran müəllimin dediklərini soruşmadan yerinə yetirirlər. Həmkarlar Təşkilatı həmkarların üzvü olan müəllimlərin və işçilərin hüquqlarını qorumaq əvəzinə direktor Hicran Əyyubovanın mənafeyini qoruyur. Bircə misal çəkəcəyəm. 27 iyun 2024-cü ildə Tovuz Dövlət Sosial İqtisad Kollecinin Həmkarlar Təşkilatının icrası olur. Onu da qeyd edim ki, təşkilatın sədrinin və müavininin sabahsızlığından protokolda Tovuz Dövlət Sosial İqtisad Kollecinin Həmkarlar İttifaqı Təşkilatının kimi qeyd olunmuşdur. Bu qanunsuzluqdur. Ayrı-ayrı şəxslər həmin protokola görə çıxış edirlər. 5-ci çıxış edən kollecin monitoring və qiymətləndirmə bölməsinin rəhbəri Məmmədova Rəsmiyə Nizami qızı qeyd edir ki, İbrahimova Əsmər Akif qızı 2 ildir ki, mənim yanımda işləyir. Öz vəzifəsini layiqincə yerinə yetirir. Biz kollecin direktorundan xahiş edərik ki, Əsmər xanımın ailə vəziyyətini nəzərə alıb, onu başqa işə keçirsin. Mən demək, hər bir insanın özünə məxsus qüruru var. İbrahimova Əsmər də qüruruna sıxışdırmayıb və direktor Hicran Əyyubovaya yazılı izahat verib ki, müəllimlikdən, laborantlıqdan sonra mən süpürgəçi işləyə bilmərəm. Odur, xahiş edir ki, boş olan laborant ştatına o keçirəsiniz. Bu təklif Hicran Əyyubovanın şəxsinə toxunub ki, mən direktora nə deyirəm o da olmalıdır. Hörmətli Hicran Əyyubova, Prezident İlham Əliyevin hər çıxışında dediyi kimi, insan amili birinci şərtdir. Siz isə insanlıqla işləməyi bacarmırsınız. İnsanlarla üzr istəyirəm, işləməyi bacarmırsınız. Çünki sizin insanlarla rəftarınız yoxdur. Səriştəniz çox-çox azdır və ya heç yoxdur. Siz sizə yaltaqlananların direktorusunuz. Çünki sizi həqiqət maraqlandırmır. Sizin başınız özünüzü idarə etmir. Siz dəfələrlə demişsiniz ki, sizi agentliyin direktoru Ülkər xanım Səttarova təyin etmişdir. Özü də böyük məbləğ rüşvətlə. Adam verdiyini deməz. Tezliklə Ülkər Səttarova da cəzasını alacaqdır. Çox təəssüf ki, Emin Əmrullayev təhsilimizə üz qarası olan qara ləkədir. Belə olmasaydı,
10 aydır ki mənim şikayətlərimi mən biganə qalmazdı. Mən Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermişəm. Fevral ayının 3-də birinci məhkəmə olub. Qarşı tərəf, yəni kollecin heç bir nümayəndəsi gəlməyib. Apellyasiya Məhkəməsinin katibi Türkan xanım, hakim Həsənov İslamın göstərişi ilə Tovuz Kollecin direktoruna zəng çaldırdı. Cavab ala bilmədilər. Tovuz Dövlət Sosial-İqtisad Kolleci heç bir zaman nə Tovuz Mediasiya şöbəsinin çağırışlarına, nə məhkəmələrə gəlməmişdi. Apellyasiya Məhkəməsinə də gəlməmişdi. Belə olan halda Apellyasiya Məhkəməsinin hakimi İslam Həsənov dövlətin onurğa sütunu olan Dövlət Məhkəməsinə yaraşmayan şəkildə və həyasızcasına məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçı mediasiyaya və məhkəməyə gəlmədi. Hörmətli hakim İslam Həsənov, siz dövlətin və onun vətəndaşının hüquqlarını qorumaq əvəzinə məmurun maraqlarını qorudunuz. Çox təəssüflər olsun. Mən Allaha inanan adamam və dövlətimi sevirəm. Onu bilirəm ki, haqq yerini tutacaq. Üzümü möhtərəm prezidentimizə tuturam. Hörmətli İlham Əliyev, Tovuz Dövlət Sosial-İqtisad Kollecinin direktoru Hicran Əyyubova, Kollec Həmkarlar Təşkilatının yaltaq və savadsız üzvlərinin əli ilə qızımı Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən azad etmişdir. Qızım gəncdir, 37 yaşı var. Öhdəsində gələcəyin əskərini və gələcəyin anasını böyüdür. Odur ki, cənab prezident, sizdən xahiş edirəm ki, həmin maddənin ləğv edilməsinə və qızımın işinə bərpa olunmasına göstəriş verəsiniz. Heç olmasa böyüdüyü gələcəyin əskərinin xətrinə, axı tarixi torpaqlarımızı Azərbaycan əskərlərinin hünəri ilə qaytardıq. Böyük ümidlərlə gözləyən ata İbrahimov Akif Əlioğlu, Məşədlər kəndi təqaüdçü, yaxın üzvü, 2-ci qrup əmək əlili. Çox sağ olun, hörmətli prezident, sizə minnətdarım bildirirəm.